Okey. Gəlin başlayaq. Biz reading işləməliyik də birinci. Ekran görünürmü tam? Hı hı. Ben de Görünür. görünür. Aha. Bunu bir dəqiqə belə qoyum. Okey. Gəlin başlayaq. Deməli, mən istəyirəm bugün sadəcə ikisinə fokuslanaq. Part 1 and Part 2 və çünki Part 3 daha çətindir. Part 1, Part 2-də möhkəmlənək, sonra Part 3-ə keçərik. Və həmişəki kimi bizdə Part 1-da fill in the gaps olur. True false not given olur. Part 2-də də başlıqları qoymaq, matching olur. Baxın özünüzdə. Matching, fill in the gaps və multiple choice questionlar olur burada da. Özü 4 dənə sualımız multiple choice question olur. Burada ən çox sizin çətinlik çəkdiyiniz hansıları? Birinci mən onu deyin. Ən çox harda səhviniz olur? Onsuz növbət Matching. matchingdə, okey. Nərmin xanım sizdə? Əgər məsələn elə reading olur ki, orada fill in the gaps çox olur da. Fill in the Matching gaps çox olur. da Nəticə daha Hı yaxşı hı. gəlir. Hə, Nəinki fill məndə in də. the gaps. Onsuz listening-də də elədik. Fill in the gap daha yaxşıdır. Aha, boşluqları Matching doldurmaq. nəyə deyirsiniz ki, burada hansını nəzərdə tutursunuz matching? Baxın, Mən Deməli, suallarını... birinci. baxın, məsələn, Hə. deyək ki, bu hansına aiddir 14-cü Aha, hə, onlarda olur. Onlarda da olur. Ümumiyyətlə, hərəsində ayrı bir şey olur. Elvira demiş, reading-dən asılıdır, nədir bilməm. Yəni, hamısında olur problem. Aha. Ə, Söz ehtiyatımızı artırdıqca, tüyoları bildikcə düzələcək. Gəlin başlayaq. Baxın, ilk öncə əsas fikir verməli olduğumuz hissə bu hissədir. Bizdə neçə söz istəyir? Biz bunu qeyd eləməliyik mütləq. Çünki bəzən ola bilər ki, orada 2 yazılsın, biz gedib 1 yazaq və yaxud da 1 yazılı gedib 2 söz yazmışıq. Bu çox önəmlidir. Yəni ən birinci fikir verməli olduğumuz hissə one word only hissəsidir. Sonradan baxın. Fill in the gaps-də həmişə canlılarda da deyirdim, özündən əvvəl gələn sözə baxın və yaxud da ki, orada bizim üçün ipucu var. Sizcə burada ipucu nədir? Bu birincidə. Nədir bizim Shape. üçün ipucu? Shape. Shape, yes. Deməli bizdən forma istəyir. In shape sözü varsa, ya orada ola bilər ki, square olsun, round olsun, oval olsun, rectangle olsun. Fərqi yoxdur. Nəsə bir forma olmalıdır bizim üçün. Hı -hı. Aha. Sonra bizə lazımdır fruit breaks open the when tree is ripe. Deməli, meyvənin yetişdiyi hal, ripe axı yetişdiyi halı göstərir bizə. Meyvənin yetişdiyi hal harda qeyd olunubsa ki, meyvə yetişib, biz o hissəyə baxacağıq. Bax, Ondan buyur sonra bu bir dəfə bax. Yəni, cavabı yox, həmin cümləni tapdım. həmin cümləni tapırıq, onun içindən görəcəyik ki, tərcümənin hansı uyğundur. Sizcə bu üçdə nəyə fikir verməliyik? Nutmeg, yoxsa o söz Burada hər fikir yerdə var. versiniz məchul növ var, məchul Peki. növ. Hı hı. Məchul növ varsa, deməli burada is used to produce the spice nutmeg. Nəsə istifadə olunub bu bitkini, nutmeg ədviyyatdır. Ədviyyatın növüdür. Bu ədviyyatın istehsal olunmasına nədənsə istifadə olunub. Nədən istifadə olunub? Biz onu qeyd eləməliyik. Is used. Yəni onun istifadəsinə görə bu produce olunub. Hı. Aha, the covering known as the arrow is used. Arrow bizim üçün bir ipucudur. Errol nədir ki? O da maddəsinin adıdır, meyvəsi. Hə. Arrow. Hansı ki adıdır görürsüz. The covering known as the arrow is used to produce. Onun üzərini örtən hissəyə arrow deyilir. Hansı ki buradan istehsal olunur nə? Nə istehsal olunur? Biz ona fikir verməliyik. Gəlin baxaq, 4 dənə də onsuz da. Həmişə sıra ilə gedir. Mən demişdim məsələn bu sual məsəl üçün cavabı yəqin ki ya burada olacaq ya da ikincidə. Sıra ilə gedəcəklər onsuz da. Birinci shape formasına baxırıq. Gəlin Oval. oxuyaq. Dördüncü sırada. Dördüncü sıra. Dark green oval leaves. Yes, oval leaves, yes. Burada da bizdən yarpaqların formasını istəyir onsuz da. Oval. Aha, gəlin ikinciyə baxaq. Sizcə ikinci bizdən ümumiyyətlə bu nə istəyir? Tərcümə eləsək nə çıxar? Mhm. Nəsə əhatə eləyir meyvələr və Aha, qırır. surrounds the fruit meyvənin üzərini əhatə eləyib və breaks open when the fruit is ripe. Yetmiş frut Yetişəndə qırılır, nə olur? Sınır, açılır. yes, açılır. Sınır. Yetişəndə açılır. Nə ola bilər görəsən? Dəqiqə. This husk yox. Baxın, the Dəqiqə. fruit is ripe. Hı hı. Yes, this husk splits Hə, into halsdır orada. husk, Hissələri. yes. Ayırmaq Huskdır. demək.
Yes, split ayırır. Burada da onun əvəzinə Mhm. breaks open yazılıb. Husk. Yes. Birinci. Aha. Husk Üçüncü özü nədir bəs? husk'ın özü bu bitkinin, bitki deyil əslində, bu ədviyyatdır. Ədviyyatın öz meyvəsinin üz qabığı. Görürsüz burada da yazılıb on. The fruit is encased in a flesh husk. Üzərini örtən hissəsi bərk qabığına husk deyilir. Aha, is used to produce the spice nutmeg. Gəlin baxaq, harda bunun prodüsü haqqında məlumat var. Errol sözü buradadır. Source burada onun niyə mənbəsi produce olunmasından o cümlədə ola bilər. Baxaq. These are the source. Errol'dan sonraki cümləni deyirdim. Yoxsa əvvəl axtarırsınız? The spice. Mən Əvvəl axtarmaq üçün. Amma həmişə deyəsən eyni o Niyə Sırayla ki, gedirlər. davamında da olur da, yəni. Onlar sırayla gedirlər. Produce, spice, nutmeg. Nəysə istifadə olunur. Seed deyil Surrounded oradaca. hissəsi baxın. Surrounded buradadır. Baxaq. Inside purple proportion. Seed, yes. Seed. Aha, indi bu hissəyə keçirik. Sualların cavabı sırayla gedir. Məsələn, biri burada olsun, biri burada elə şey olmur. Sırayla götürürük. Görürsüz, seed hissəsi buradadır. Bu hissəyə gəldikdə bunun cavabını axtaracaq. The covering known as the arrow is used to produce. Nəyi deməli istehsal eləyirlər bu üzərindəki arrow vasitəsilə? Baxa, this are source of the mənbəsidir. Nəyin mənbəsidir? Yəni əsas produce olunan nədir? To spice nutmeg and mace. Mace, yes. Mace sözü heç nədir onu da bilmirəm. Mace o da Əslində sözləri ədviyyatın. bilmək o qədər də vacib deyil. Burada strukturu. Əsas mənanı tutmaq lazımdır ki, orada. Mənanı tutmaq lazımdır. Məsələn, bizim üçün əsas lazım olan sözlər, mən hər dəfə vokabülərə göndərəcəm, amma o sözlərdir. Onları yəni önəmlidir də, onu da bilmək lazımdır. Bu kimi sözlərin mənasını çox da bilməyə ehtiyac yoxdur. Məsələn, mace düzdür, ədviyyatın növüdür bunlar. Və yaxud da ki, bu haska olsun, sil bilir ki, toxumdur da, məsəl üçün. Sonra burada, məsələn, nutmeg özü Azərbaycancası da yoxdur. Onun, yəni adi bir ədviyyatın növüdür. Bizim bilmədiyimiz ədviyyatdır. Onun mənasını bilməsəz də olar. Əsas odur ki, struktur biləsiz ki, nədən sonra nə istifadə olunur. Shape sözün mənasını bilin. Əsas bilirsiniz nəyi bilməlisiniz. Bu cavabda deyil də buradakı hissələrdəki sözlər var ha, onları başa düşməlisiniz. Onu başa düşsəz, sonra onu götürüb yerinə qoya biləcəksiniz. Bir gəlin baxaq true false not given-a. Normalda məsəl üçün yadınızdasa mən canlılarda həmişə birinci sualların hamısını highlight eləyirdim, sonra keçirdim tapşırıqları yazırdım. Növbəti dərslərimizdə elə eləyəcəyik. İndi bu dəfə X deyə tək-tək izah eləyək, amma növbəti dərsdə elə olmayacaq da bütöv. Elə bir ki, imtahandasınız. Sırf imtahanda necə oluruq? Hissələrə bölmədən. Aha. Gəlin baxaq. Sizcə burada bizim üçün ipucu nədir? Ki mən bu Middle age. Bir də ki, middle age, great. bir də where. Harda. Yox, hədə bilinmir də most. Europe Hələ deyil ki, bilirlər hardadır. Avropalılar bilir. Özü çox Avropalı True bilir not ki, given. yes. Ya true ya false ya da not given-də hələ bilmirik. TVOC was the world's first. Ümumiyyətlə harda üstünlük dərəcəsi, müqayisə dərəcəsi gördünüz. O 99% halda not given-də. 100% Not given olur. yes, 99%-dir, amma yenə baxmalıyıq. Yəni bu yox həmişə not given-dır və yaxud da ki false falan deyə bilmərik. Baxmalıyıq. Hər ehtimala not given yazaq. Aha. Following the Treaty of Breda, the Dutch hansı ölkədir? Almanya deyil. Almanya. Hollandlar, yes. Holland. Hollandiya. Almanya, Almanya. German. Almanya, Hə, German. amma məsələn onlar millət kimi Onlar özlərinə nəsə elə bir şey etmişdim ona görə. Aha, ola bilər ki, yəni tam olaraq, yəni Hollandiya, Almaniyanın tərkibində olub deyə ola bilər, amma Dutch özü Bəlkə tək də, hə. Hollandları göstərir, yes. The Dutch had control of all the islands və Ines McGrew. Bütün, baxın, bizim üçün ipucu budur, all islands. Ola bilər ki, cavabda versin ki, bəzi hissələrini, ola bilər cavabda versin ki, ümumiyyətlə kontrolu yoxdur. Ola bilər ki, ya da bunu desin ki, bütün ada üzərində kontrolu götürüb, hansı ki, o adalarda bunu etmək becərilirdi. Biz bu üçünə fikir verməliyik. Gəlin başlayaq. Bizim üçün lazımdır middle age hissəsini tapmaq.
Elə ikinci Sırayla otası. cavablar yes, cavablar sırayla gəlir. Ola bilməz ki, birinci cavabı burada olsun, birinci burada elə şey olmur. Middle age-lə okey. İndi gəlin baxaq. Bu hissədə bir cümlə ilə onsuz da ifadə edirlər bizə cavabı. Vaxtımız çox getməsin deyə imtahanda. Biz tez sürətlə oxuyub başa düşməyə çalışmalıyıq. Baxın, this was a highly priced and costly ingredient in European cuisine, middle age. Okay, bizə lazımdır nə? Avropalılar bunun haqqında bilirlər ya yox. Bizə bu hissə lazımdır. Throughout this period, the Arabs were the exclusive importers. Importers nə deməkdir? Import, ixrac etmək. Yes, ixrac edənlər, yes. Aha. They sold nutmeg for high price. Merchant kimdir? Yaz, merchant da tacir. Tacirlər. Tacirlər, yes. But they Yazıb never never revealed. Heç reveal vaxt nə aşkar deməkdir? edilməyib. Exact, Əla. aşkar, exact location'da, dəqiq location'da. Yes. Onu demək false. Source of the extremely valuable commodity. Yes, false. Revealed sözünə görə. Baxın, Nərmin xanım deyirsə sözləri bilmirəm. Bu sözü bilməsəz, hə, tapa bilməyəcəksiniz. Sizə lazım deyil ki, haskı biləsiniz ya və yaxud da ki, nutmeg biləsiniz. Sizə lazımdır əsas istifadə olunan akademik sözləri biləsiniz. Akademik məsələn reveal sözü də aşkara çıxarmaq sözü. Bunu bilsəz, avtomatik başa düşəcəksiniz ki, they never revealed, yəni onlar heç aşkara çıxarmayıb, bilməyiblər. Avtomatik cavab tapılacaq. Ona görə qeyd edəndə haskı deyil də reveal-ı qeyd eləsəz dəftərinizdə daha yaxşı olar. Aydın. Sonra ikinciyə baxaq. VOC the first. Aha, baxaq ki, ümumiyyətlə VOC harda danışılır bunun haqqında. Onun adını tapmalıyıq. Sırayla oxuyuruq. Cavabımız buradaydısa yenə sırayla. 1602-ci ildə olan sıradadır. Aha, burada. Baxaq burada birinci olması, ikinci olması haqqında bir məlumat varmı ümumiyyətlə? Əgər ikincidir və yaxud da ki, üçüncü falan yazılıbsa false-dur. Sırf birinci sözü yazılıbsa true götürürük. Yox, ümumiyyətlə heç bir məlumat yoxdursa not given götürürük. Merchants founded the VSA Trading Corporation. Əslində yazıb was the richest commerce. Amma Richest. yazılır ki, yəni Söz- birincidir. Onda bu olacaq not given. Not Görürsüz, given, bəli. əlaqəsizdir. Bəzi tələbələr deyir ki, first yazılmayıb, richest yazılıb. Ona görə mən bunu false götürürüm. No. False-u bir şərtlə götürərik ki, orada first-in əvəzinə məsəl üçün second yazsınlar, third yazsınlar və yaxud da başqa first-dən başqa bir şey yazsınlar da, amma sıra sayı ilə əlaqəli bir şey olsun. Dəxilsiz şəkildə ən varlısı sözü ilə onu uyğunlaşdıra bilmərik. Sonra üçüncüyə baxaq. Aha. Bütün ada üzərində bizim əsas fikir verməli olduğumuz hansıdır? Bütün adanın üzərində hakimiyyəti var. Kimin özdə? Trade of bread bu hissə bizim üçün önəmlidir. Bu söz hardadır? Baxaq, sırayla gəlməlidir. Hissədə yoxdur. Ora baxdım. Aşağıda da bir dənə baxım. Hə. Burada da yox deyirsən. Yoxdur. Hə, var. 1667-nin yanında. Aha, yes, burada. Trade of, hə. Aha, yes. Intended securing their hold over nutmeg producing island, Dutch offer trade. Tez-tez tərcümə edirik beynimizdə. Sürətlə tərcümə eləməyə bacarmalıyıq. Məsəl üçün, şərt deyil hamısını bilək sözlərin. Əsas sözləri bilirsiniz, mübtəda xəbərini uyğunlaşdırırsınız, vəsə. Beyin artıq avtomatik tərcümə eləyəcək. Nəsə bir görürsüz, bir də anlaşılmazlıq olub, amma Britaniyalılar burada razılaşıblar onlarla. The Dutch know had a monopoly. Okay. Baxın, bu sözü uca bilməliydik. Monopoly nə deməkdir? O da məsələ idarəçilik deyil, üstünlük. Yes, idarəçilik, üstünlüyü var idi. Over the nutmeg trade which would last for another century. Deməli, üstünlüyü alıb da over the nutmeg. Elə orada turut məncə onda. Yes, true. Gəlin indi o birisinə baxaq. Bu da birinci ümumiyyətlə mətn asan da olur, demək olar. Çox çətin olmur da. Düzdür, imtahanda nasıldır? C2 mətn gəlib düşməsə, belə bu tipdə mətn düşsə, bunu düppədüz yazmaq, yəni yazmamaq ehtimalı yoxdur ümumiyyətlə. Gəlin indi baxaq. Nutmeg was brought to Europe by. By sözü varsa tərəfindən. Özü burada məhkum da verilib, görürsüz. Deməli, Avropaya kimlər tərəfindən gətirilib? Amma bizim ipucumuz, birinci ipucumuz middle age-dir. Bunlar bizim üçün ipuçlardır. Bax, biz bunların sayəsində cavabları rahat və tez tapa bilərik. Axı bilirsiniz, orada vaxtı idarə eləmək deyə bir şey var. Bəli. Vaxtı düzgün idarə eləməsəz çatdıra bilməyəcəksiniz. Ona görə tez bizim üçün ipuçlar bunlardır. Sonra ikinci ipuçlarımız isə artıq o cavabdakı sözlərə baxmalıyıq.
Məsəl üçün, bu kimlər tərəfindən gətirilib ona baxacağıq. 16-cı əsr haqqında məsələn bir şey yoxdur. Biz baxmayacağıq 16-cı əsrə. Bizdən 17-ci əsr istəyir. Demand for net grew. Demand nə deməkdir? Tələb Tell etmək. Aha, onun sinonimi nə deyə Tələb, bilərik? tələb. Hə. require. Require, yes. Aha. Ola bilər ki, sözləri onun sinonimi ilə əvəzləsinlər, parafraz eləsinlər. Demand əvəzinə orada require sözünü də axtara bilərik, demand sözünü də axtara bilərik. Demand for nutmeg grew as it was believed to be effective against a disease known as xəstəlikdən gedir söhbət disease. Disease əvəzinə başqa nə qoyula bilər orada? Illness. Illness qoyula bilər, yes. Illness qoyula bilər və bizi nə istəyir? Known as de tanınır. Bir xəstəlik adı lazımdır bizə orada. Mhm. Ha. Bir xəstəliyin adını bilməliyik. Uşaq avtomatik readingi yazmağın readingi asan Məntiqi yazmağın yolu deyəsən. budur ki, yes məntiqin tuturuq. Uşaq biz bildik ki, nəyi axtarmalıyıq. Biri var kör-kəranə baxım mətnə. Bilmirəm nə edeyim. Bir də var ki, uşaq avtomatik bilirəm ki, nəyi axtarmalıyam, xəstəliyi adı axtarmalıyam. Tutaq ki, xəstəliyin adını bilmirəm. Buradakı Mən o xəstəlik. vaxtda bunu yazanda bilməmişdim ki, ad olaraq istəyir. Orada yazılmış deyəsən dərman kimi istifadə edirdilər. Mən də götürüb deyəsən dərman yazmışdım. Ona ki, dərman kimi tanınırdı. Onu bir şərtlə elə yaza bilərsiniz ki, istifadəsi falan qoyulsun. Hə. Use sözü falan olsun. Burada artıq against isə qarşıdır. Hansısa xəstəliyə qarşıdır və bu belə adlanır. Hı. Ola bilər ki, tutaq ki, o xəstəliyin adını bilməyək. Hər xəstəliyin adını bilmə məcburiyyətində deyilik ki biz. Bizim üçün ipucu diziz sözüdür. Ya onun sinonimlərini əvəz eləyəcəklər, ya da elə diziz sözünü götürəcəyik orada. Sonra keçir Dutch hissəsində. Took control'dur, restricted'dir. Restricted nə deməkdir? Limited. Limited, yes. Limited. Limited. Aha. Sonra nədir? Put on nutmeg to avoid it being cultivated. Cultivate sözün environment vocabulary'sində mən qoymuşam sizin üçün. Bəli, o söz bilirdim. Nəsə becərmək yox. Yes, Becərmək. yes, Ha, yes, düzdür, becərmək. becər. Becərmək sözüdür. Deməli, adadan kənarda becərməyə çəkinirdilər. Ona görə nə isə burada nutmeg üzərində nə qoyula bilər sizcə? Baxacağıq orada. Deməli, burada avoid and cultivated hissəsi bizim üçün ipucudur ki, elə bir hissəni axtarmalıyıq ki, orada. Orada bir nəsə qadağa olsun, ya da ki, çəkinsinlər, ki, bir də əgər adadan kənarda bu bitkini, bu ədviyyatı becərməsinlər deyə. Və sonra, finally obtained the islands of from the British. Britaniyadan bu adanı, yəni məqsədləri nə Əldə oldu? elə get. Ola bilər. Almaqdır. Yes, bizə lazımdır əsas final hissəsi 17-ci əsrin axırları. Ola bilər orada 17-ci əsrin axırı sözü də verilsin. Ola bilər ki, məsələn 1690 falan da verilsin. Uşaq avtomatik biz bilirik ki, 1690 17-ci əsrin axırı sayılır da. Aha. Və 18-ci əsr hissəsi illər bizim üçün artıq, yəni avtomatik verib ən asandır. İl olanda çox asan tapmalıyıq. 70-ci il görürük, 70-ci ildə nə baş verib ora baxırıq. Plants were Bəli, secretly həqiqət. taken to. Aha. Deməli, gizli şəkildə götürülüb harasa, bilmirik haradır. Və 78-ci ildə də Haltbanta Islands Nutmeg Plantation were destroyed by məhv olunub nə tərəfindən və yaxud da kim tərəfindən? Ola bilər bir ölkənin adı olsun, ola bilər ki, burada bizim üçün nəsə bir əşyanın adı çəkilsin, heyvanın adı çəkilsin. Hələ bilmirik nədir. Okay, gəlin cavablarımıza. Middle age hissəsi, hardaydı middle age? Bayaq qeyd eləmişdik. Deyə Yox burada. nutmeglə başlayan cümlə. Yes, middle age. İndi baxın, import bayaq sizdən bunu soruşmuşdum ha. Daşıyıcıları. Deməli, Hə, was brought, daşıyıcı. aha, daşınıb Avropaya. Kim daşıyıb onda? Yuxarısına baxaq bunun. Throughout this period, the Arab, Ərəblər. yes, ərəblər. Görürsüz, urca avtomatik tutandan sonraki bizdən nə istəyirlər? Tez yazırıq. Nəyi axtarırıqsa tez tapırıq. Sonra 16-cı əsr lazım deyil bizə. 17-ci əsrə keçirik artıq. 17-ci əsr hissəsi hardadır? Görürsüz, bura 16-cı əsrdir. Bura bizə lazım deyil. 17-ci əsr artıq bu görürsüz 1602. Sırf 17-ci əsr yazmayıb. 1602 ucu avtomatik bilir ki, 17-ci əsr nəzərdə tutur. Demand for nutmeg grew as it was believed to be effective against the disease known as xəstəlik axtarırıq. Ya disease sözünü görəcəm, ya illness görəcəm ki, bizə bunlar lazımdır. Baxaq. Disease burada gördüm elə deadly disease. Prosta bilmirəm həmin cümlədirmi? Plague var ya, o xəstəlik adıdır. Plague Yox, vəba ha. deməkdir. Vəba, plague. Plague daha doğrusu. Vəba deməkdir. Bu Ola sözdür. bilər elə. O. Ola bilər. Yes. Amma burada baxaq disease hardadır?
Onun altında el Ah, artistləri. yes, plague. Yes. Düz tapmışam. Görürsən özümüz də yazanda gələcək ağlımıza bunlar yoxsa. Bir neçə dəfədən sonra olacaq. Mən sizə ev tapşırığı verəcəm də ikincisini yazmağa. Onda baxın necə olacaq. Mən dediyim metodla gedin, onda baxın alınacaq. Və baxın, tutaq ki, mən plague-ı bilmirəm də, yəni xəstəlik adı olduğunu bilmirəm. Necə tapım ki, odur? Baxırıq disease sözünə, xəstəlikdir də. Əvvəlini oxuyaq. Thousands of people across Europe were dying of. Dying bilirik də ölməkdir. Nədən Bəli. ölür? Bu səbəbi verib də plague. Plague-dən ölüb deyirsə biz avtomatik bilirik ki, bu xəstəlikdir. Buradan tərcüməsindən tapırıq ki, plague deməli xəstəlik imiş. Sonra ardına nə var? Aha, deməli bizə lazım idi bu bitkinin ədviyyatın yetişdirilməsinə qadağan olunur və yaxud da ki, çəkiniblər adadan kənarda bunu yetişdirməyə. Hardadır baxaq o? Adadan kənarda sözü lazımdır bizə. This Avoid. allow them to avoid budur. Yəni Yes, o cümlə. yes. Chops or their but left them appropriate. Onu Invade. Sizcə nə ola bilər? Invader nə deməkdir ki? O ola Bu bilər. edir işğalçılardır. Hı. İşğalçılardır. Nə qoyulub onların üzərində? Punish sözü var. Cəza qoyula bilər. Tərcümə eləsək, baxın. Amma axıra qədər oxuyaq. Məncə elə deyilsə odur. Yox. Wait. Put qoyulub, nutmek üzərində çəkinmək, bunları yetişdirməkdən baxaq bir dənə. Deməli, anyone caught growing an unexpected settling or carrying seeds without proper authority was severely punished. Kimsə deyir bunu icazəsiz daşısa və yaxud da ki, yetişdirsə, hansısa ki, dövlət icazəsi olmadan without the proper authority was severely punished. Deməli, cəzalandırılacaq. Cavab odur. Bu ola bilər, amma axıra Amma qədər oxuyaq. putdan Bir sonra də isim qoymaq deyil. gəlməlidir. Punishment olmalı deyil orada. Punishment düzgün Cəza olmalı. kimi punish deyə bilərik sadəcə, amma burada id ilə verilib, yes. Hə, məncə o nitq hissəsi olaraq düz gəlmir. Mən Aha. də ona görə qaldım. Baxın burada nə var? In addition, all export nutmeg was covered with a lime to make Hə. sure there was no chance fertile seed which could be grown elsewhere would leave the islands. Lime-dan örtülüb üzəri. Mənasını bilməsək də, görürsüz nə yazılıb? All export notebook was covered with lime. Lime-dan örtülüb. Niyə? To make sure there was no chance a fertile seed which could be grown elsewhere would leave the islands. Adanın tərkib başqa yerdə bunu becərmək üçün şansları artıq yoxdur. Nə ilə örtülüb onda? Lime. Was covered-in əvəzinə put qoyublar burada. Qoyublar və yaxud da üzərini örtüblər. Lime. Tərcüməsini bilməsək belə artıq avtomatik oradan anladıq ki, nədir? Mən onu yuxarıdakı cümlələrdə axtarırdım deyə o ağlıma gəlmədi, amma başqadır. Məsələn, allow sözü də var, amma özü covered-la uyğunlaşıb. Covered-la, yes, put-la was covered-ı şey eləyiblər, sinonim kimi götürüblər. Hardan baxdıq buna? Baxın, chance a fertile seed which could be grown elsewhere could leave the island. Bu hissə bu deməkdir də. Bunu parafraz eləyiblər. It's been cultivated outside the island. Outside əvəzinə elsewhere would leave the island qoyublar. Ona görə lie. Sonra axırıncı hissəsi Britaniyalıların adına nə olub baxaq. Aha, ardını oxuyuruq. Hold on. Unlike... Hansı adadan gedir söhbət? Adanın adı olmalıdır. Island of.
Baxaq hansı adanı deməli onlar Manhattan. Britaniyalardan ala biliblər. Hansı adanı alıblar bunlar Orada Britaniyalardan? yazılır that other island was Manhattan. Bəlkə odur. Hansı sitədədir? Smuggled. Elə Monopoly-nin yuxarısında yazılır. Sarı ilə yazmışsın bunu. Manhattan. Yox məncə. Yo, onun tərcüməsi gəlmir axı buna. Burada bizə lazım Hmm. Britaniyadan alsınlar. Island of the coast of Africa. Afrikanın adasıdır. Sahildəki adadır. Adı nədir bəs? Greenland. In Greenland. Ya da Mauritius. Mauritius maybe? Mode. Yes. Adanın adı in. Aha. Bu adanın adı bu imiş. Amma məsəl üçün orada Afrika yazmaq istəsək biz yaza bilmərik. Çünki bizə adanın adı lazımdır. Afrikanı bir şərtlə yazardıq ki, coast sözü olsaydı. Görürsüz coast of Africa, amma bizə adanın özü lazımdır deyə ona Mauritius olar. Mauritius adası. Okay. Keçək 70-ci ilə. Gizli şəkildə götürülüb 70-ci il hardadır? Deyə burada elə. Amma bizə lazımdır ki, deyir gizli şəkildə götürülüb hara? Smuggled orada daşınıb mənası. Smuggle bilirsiniz nə deməkdir? Qaçaqlıq yolu ilə nə isə daşımaq. Amma bu cavab Mauritius buna uyğun ola bilər axı. Buna yox. Fikir verirsiniz, hara daşınıb 70-ci ildə? Oy. Bir dəqiqə. Aha. Adanın adı nə idi? Yes. Amma bu onda cavab yuxarıdadır. Nə adası? Bir də oxuyaq buranı. Island of France. Buradayım. Bəlkə bura. Dey Hə. Island of France. Çox aşağı düşübmüşük. Hə. Island of France. Adanın adı verilibmiş. Ona görə mütləq diqqətli olmaq lazımdır. Biz burada axtarsaq da cavab məsələn baxırıq ki, burada ola bilər də bu hissəyə görə. Axırıncı final yazıb baxı. Yenə də baxaq yuxarıya. Diqqətli olun. Hər incə detayına fikir verməliyik ki, burada. Yəni qarışdırmayaq yerləri. Sonra 78-ci ilə baxırıq. Buradır. Deməli, 78-ci ildə bizə nə istəyirdi? Sizcə burada nə istəyirdi bizdən bayaq dediyim? Nə dağıdıb da, yəni nə ilə dağıdılıb? Ay, Aha, nə tərəfindən da? volkanik var ya orada. Tsunami. Tsunami. Hə, tsunami. Volkanik o Cause tsunami, yes. Volkanik Adjective. hə. Onun qabağa Volcanic gəlmir. eruption tsunamiyə səbəb olub. Bu tsunami də wiped out the half the natural groves. Wiped out bilirsiniz nə deməkdir? Destroy sözünün sinonimidir. İstəyirsiniz bunu mütləq qeyd edin özünüzdə. Amma məsələn bu sözü bilməliyik biz. Dağıtmaq sözüdür. Yes, frazoloji birləşmə kimi götürülüb. Wiped out. Bunu bilməliyik. Bu önəmlidir. Reveal sözünü öyrəndik, aşkara çıxarmaq. Wiped out, məhv eləmək. Aha, bu bizim birinci Yox, mətn. səhv yazdınız oraya, tsunami yazmayız. Ay, sorry. Tsunami, yes. Görürsünüz, artiklında yazıb burada. Gəlin bir dənə axırıncı baxaq ki, biz bütün suallara mı cavab verdik? Əsas odur. Hə, hamısı Çünki bəzən orada boz unuduruq. rəngli. Aha, hamısına cavab vermişik. Keçib part 2-yə. Aha, indi bu matchingdir. Matchingdə biz nəyə fikir veririk? Yəni mənim üçün ən çətini budur da. O qədər həm vaxtımı alır. Yəni bunu işləyəndə mənim bütün vaxtım elə buna gedir. Neçə dənə sualdır burada? 3, 5 dənə. Mən indi sizə bunu 5 dəqiqəyə yazmağı deyəcəm. Bu yolla götürsəz 5 dəqiqə yaza biləcəksiniz. Həmişə birinci highlight edirik keywordsləri. Sonra tekstləri oxuyuruq, amma tez oxumalıyıq. Skimming scanning metodu var ha. O metoddan istifadə edəcəyik. Hansı ki tez highlight edirik və mətnə baxıb sürətlə oxumağa çalışırıq. O highlight elədiyimiz hissəni başa düşəndən sonra artıq biz dərk eləyəndən sonra biz nəyə axtarmalıyıq? Bu paraqrafda avtomatik oxuyan kimi baxacaq ki, axtardığımız şeylə uyğunlaşır yoxsa yox. Məsəl üçün, reference to amount of time bizə vaxt lazımdır. When a car is not in use, bir də ki, maşın istifadə olmadığı.
Bir müəyyən bir vaxt lazımdır bizə. Nəyi axtaracaq onda bu paraqraflardan hansındasa müəyyən bir vaxtdır ki, hansı ki maşın o vaxt istifadə olunmayıb. Zaman da ola bilər, bu ildə verilər bizə və yaxud da müəyyən müddət deyirlər ki, məsələn 20 il boyunca istifadə olunmadı, 90-cı ildə istifadə olunmadı, fərqi yoxdur, bir vaxt verəcək bizə. Mention of several advantages of driverless vehicles for individual road users. Sizcə burada nədir bizim üçün keywords? Advantages of driverless. Əla. Üstünlüklər. Yes, üstünlüyü. Aha, üçüncü də sizcə nədir? Most appropriate. Yoxsa Vehicle each for each trip. Opportunity, Of opportunity. choosing yani. Yes, Bir opportunity de vehicle for each. appropriate de olabilir ama Yes, uygun. daha doğru nəqliyyat vasitəsini seçməyin yaxşı tərəfləri, üstünlükləri, opportunity fürsətləri. Yəni estimate sözü varsa biz nəyə fikir veririk? təxmini. Yes, təxmini. Approximately ola bilər orada, probably ola bilər, about ola bilər. Yəni orada həm də faiz verilə bilər. Estimate sözü varsa orada bizə faiz də verilə bilər. How long it will take to overcome? Overcome nədir? Başa Ötüb çıxmaq. geç, neyse başa çıxmaqdan yəni baş çıxmaq. Üstəsindən gəlmək. Yes. Üstəsindən bəli. Yes. Təxmin eləyirik ki, nə qədər müddətə biz bu problemin üstəsindən gələrik. Bu arada bu tip cümlə olanda çox vaxt olur, 90% hallarda olur testlərdə imeni bax bu tipdə cümlə. Biz bunu həmişə axırıncı abzasda axtarırıq. Çünki axı conclusion hissəsində təxmin eləyirik ki, növbəti 10 illikdə falan şey baş verə bilər. Və yaxud da ki, 20 il sonra falan şey görürük ki, belə bir şey ola bilər. Bu problemin üstəsindən gələ bilərlər. 90% halda, 100 demirəm. 90% halda bu axırıncı hissələrdə olur cavablar. Estimate hissəsi olanda. Çünki axı fikir verirsiniz, təxminlər daha çox axırıncı hissələrdə olur, gələcəklə bağlı planlar olanda. Bəli. Ya birinci ya da axırıncı abzası olur adətən elə. Aha, ya bir ya axırıncı. Suggestion that use of driverless cars may have no effect. Bizə lazımdır ki, bu sürücüsüz maşınların nəsə bir təsiri yoxdur. Və bu onların nəsə bir təsiri yoxdur müəyyən nəqliyyat manufakturalarına. Biz nəsə orada bir təklif eləyəcəyik. Təsirin olmaması ilə bağlı bir təklif eləyəcəyik. Bizə may have no effect hissəsi lazımdır. Gəlin indi baxaq. Amma məsləhətim odur ki, bunları yazanda birinci məsələn tutaq ki, part 2-də görürsüz bu strukturla gedir də. Birinci bunu işləyin. Bunu işlədikcə artıq siz başqa paraqraflara işləmiş olacaqsınız da. Aha, yadımızda saxlayırıq ki, məsəl üçün, harda təxmin var, hansısa paraqraf işləyəndə təxmin görəndə gəlib yazırıq burada məsələn 17-yə. Harda üstünlüyündən danışdıq, onu gəlib bura yazırıq. Harda ümumiyyətlə vaxtdan danışmışıq, hansı ki maşınlar istifadə olunmurdu, bura gəlir. Yadımızda saxlayırıq. Bir dəfə təkrarlayırıq beynimizdə. Hansı ki deyirik ki, biz onları yadımızda saxlayaq ki, paralel işləyək. Bu vaxt qənaəti reading də belə olur. 1 saat vaxt verirlər də readingə. 45 dəqiqəyə siz o readingi yazmalısınız ki, 10 dəqiqədə üzərinə bir dənə təkrar keçəsiz. 55 dəqiqə bitirəsiz. 5 dəqiqədə sizin əlavə vaxtınız qalsın. Çox adam məsəl üçün çatdıra bilmir də readingi, ona görə aşağı gəlir balı. Siz çatdırmağı bacarmalısınız ki, yəni orada vaxt problemi yaşamayasınız. Aha, gəlin onda buna baxaq. Əsas nəyə fikir veririk burada sizcə? Transport resource laboratory. No, ən birinci nəyə fikir veririk? Hə, no more than 2 words. Bu bizim üçün ən önəmlisidir. Bu önəmlidir bizim üçün. Okay, indi keçirik. Yes. Impact of driverless cars. Təsirləri. Aha. Nəyə görə olur deyə. Due to nəyə görədir ya according. Səbəbsizdir. Yes. Qəzaların səbəbini göstərir. Yes, accidents. Most motor accidents. Bizə lazımdır onu da tapaq burada. Motor accidents və səbəbi nədir? Sonra ikinci schemes for şəms toxunur bu, kina toxunur. Necə ki schedule sözündə. Schedule. Yes. Schedule. Ha, oradakı kimi bu sözdə də eyni tələffüzlər oxşardır. Amma fərqlidir ya mənaları. Aha. Deməli, will be more workable. Bizə lazımdır işə yarayan, Uyğun da işə yarayan. Yes, bunların nəsə bir qaydaları, sxemləri var ki, planları var ki, bu işə yarayacaq. Nə haqqında plandır? Gələk biz bunu qabaqcadan oxuyaq.
In addition to the direct benefits of automation, it may bring other advantages. Deməli, başqa bir üstünlük gətirir. Ümumiyyətlə, üstünlükdən danışırsa, bizə yuxarıda nəsə var idi ya. Haradaydı o? Hı. Deməli, burada hara baxacaqsa, hansı paraqrafa, onun cavabı bu çıxacaq. Üstünlüyündən danışırıq axı. Hı. Avtomatik bir-birlərinə uyğunlaşırlar. Deməli, elə bir plan qurublar ki, bu işə yarayır. Amma bu plan nəyə görədir? Nəyin planıdır bu? Bizə bu lazımdır. Şəhər, hə. Hələ For. bilmirik. Bizə For, lazım fordan sonra yəni o səbəbi yazırıq da səbəbi, düzdür. nə üçün? Aha, nə üçün qurulub bu plan? Nəyin planıdır? Hmm. Sonra drop in var. Məqsədi daha doğrusu səbəbdən. Daha çox məqsədi. Drop in nə deməkdir sizcə? Drop in Aşağı düşməyin. nə deyə bilərsiniz azalmağa, düşməyə? Decrease, Decrease, okay. Fail, decline ola bilər. Decline, yes. fail, reduce. Fail, reduce, əla. Və bizə elə faiz də verib 43%. According to the University of Michigan Transportation Research Institute, there could be a 43% drop in 43% düşüb nə? Maşınların nə isə maşınlara aid bir şeydə 43% düşmə halı yaşanıb. Və however Satış ola bilər məsələn. Baxanda ola görə. bilər, yes. Baxanda indi baxacaq ki, satışdan mı gedir yoxsa başqa bir şey. This would mean that the yearly illik sözünü başqa nə əvəzləyə bilərik? Annual. Əla, annual sözü. Ya orada yearly sözünü axtaracaq, ya da annual sözünü axtaracaq. Each car would on average be twice-dəki twice as İki high as 2 dəfə. Onun əvəzinə nə qoyula bilər? Two Double. times. Double. 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 Yes. Double qoyula bilər. Bizə lazımdır illik sözünü axtaraq orada. Hansı ki maşınlarda hər maşında illik nə isə 2 qat artıb hal-hazırda. 43% düşmə də var, artım da var 2 qat. Harda düşmə var, harda artım var, ona fikir verəcəyik. Bu da bizim üçün bu ikinci ipucusu. İndi keçirik buna. Bu əslində, məsələn, çox tələbə bunu səhv edir. Birini düz yazdılar, birini səhv. Hə, mən də. Məndə elə olur. Birini səhv yazdılar, birində. Çünki tam onu başa düşməliyik. Bizə nə Bunun bir də yerini tapmaq çətin olur. Biri əvvəldə, biri lap axırda olur elə bil bəzən. Çox Bunu ən qarışdırıcı. axırda tapacağıq. Bilirsiniz necə? Birinci, sualların işlənmə sırası çox önəmlidir. Bununla başlasaz, avtomatik yuxarıdakı bir-iki sualın cavabını tapmış olacaqsınız. Sonra başlayırsınız paragraf oxuduqda, aşağıdakı suallarda, məsələn, hansısa paragraf oxuduqda bu sualın cavabını hiss edəcəksiniz ki, burada istənilən şeydir də. Gəlib buna da baxacaqsınız, yuxarıdakını da yazacaqsınız. Paralel işləmə budur. Paralel işlədikcə daha yaxşı olur. İndi burada bizə nə istəyirlər? Two benefits of automated vehicles. Does the writer mention? İki dənə faydası lazımdır bizə. Ya cost savingdir. Görürsüz avtomatik üzrə. Hansı söz daha çox gözünüzə çarpır? Önəmlidir. O highlight eləyin onu. Cost saving nə deməkdir? Yəni münasib qiymətlidir. Yes, yəni saxlaya bilirlər də pulunu, qənaət eləyə bilirlər. Aha. It would be easier müqayisə dərəcəsi to find parking space in urban areas. Daha rahat parking bizim üçün lazımdır baxaq ki, faydasında deyiblərmi ki, bu avtomatik idarə olunan maşınları, ümumiyyətlə sürücüsüz maşınlar park yeri tapmaq falan söhbəti problemi var ya yoxdur. Yoxdursa, əgər easy yeri seçə bilərik. Varsa yox. Travelers could spend journeys doing something other than driving. Məntiqi cəhətdən əslində bunu götürə bilərik. Çünki da sürücü özləri deyilsə, travel boyunca nəsə özləri başqa bir şeylə məşğul ola bilərlər də. Amma yenə də baxacaq. People who find driving physically difficult could travel independently. Independently nə deməkdir? Müstəqil. Onun əvəzinə yes, müstəqil. Azad Hə də. şəkildə. Onun əvəzinə nə qoya bilərik sizcə? Sinonim nə ola bilər? Free, maybe. Hə. Yes. Free ola bilər. Bilmiyorum, İnsanlar unutmadım. physical difficult, yəni fiziki çətinliyi varsa, ola bilər ki, orada sizin üçün physical difficult qoymasın. Xəstəlik adı verə bilər. Əlillik sözünü qoya bilər. Aha, bu sözlərdən istifadə eləyər ki, siz artıq avtomatik başa düşəsiniz ki, fiziki çətinliyi var bu insanın. Amma onlar bu maşından istifadə eləsələr, ya rahat şəkildə istifadə edəcəklər də bir problem yaranmayacaq. Var bu haqda yoxsa yoxdur? Əsas bizə bu lazımdır. Həmişə bu tip sualları true false not given kimi işləyin. Yoxdursa not given-də ümumiyyətlə götürmürsüz. Varsa true kimi götürürük, yəni qeyd eləyirik. Əgər əksi bir şeylə əvəz olunubsa, məsələn cost savings əvəzinə expensive sözü qeyd olunub, biz təbii ki bunu götürməyəcəyik, false kimi olacaq.
Bunu əgər ikisini də düz yazmaq istəyiriksə, true, false, not given testləri kimi işləyirik. Elə işlədikdə həm true, false, not given testləri yazma bacarığımızı inkişaf eləyəcək, həm də bu test inkişaf eləyəcək. İkisi bir yerdə inkişafda olacaq. Müxtəlif növ testlər var axı. Və axırıncı. A reduction in the number of cars would mean a reduction in pollution. Yəni Hə, maşınların karların sayı azalır. azalması nəyi gətirib çıxarır? Nəyi göstərir? Reduction Azalma. Cütleliyin. Yes. Baxaq ki, varmı belə bir şey burada? Və ikinci bizə nə istəyir? Challenge. Challenge nə deməkdir sizcə? Problemlər, üzləşmə, Yes. çətinliklər. Çətinlikləri. Hansı iki dənə çətinliklə qarşılaşa bilərlər? Hansı ki, onu da yazıcı haqqında danışır. Hansı ki, bu maşınların inkişafında hansı çətinliklərlə qarşılaşa bilərlər? Making sure the general public has confidence in automated vehicles. Sizcə nə demək istəyir burada? özgüvənli. Əmin olmalıdırlar ki, ictimaiyyətdə güvən var bu maşınlarla bağlı. Çox adam qorxur axı automated vehicles istifadə eləməyə. General public confidence bizə bu lazımdır. Sonra, managing the pace of transition from conventional to automated vehicles. Artıq, yəni ki, idarə olunmalıdır. Adi sürməkdən, transitiondan avtomatika keçmə zamanı o idarəçilik zamanı nəsə bir problem yaranırmı? Bizə o lazımdır. Conventional, sizcə conventional nə deməkdir? Conventional rahat mı yoksa başka? Yes. Convenient. Hə də convenient. Hə. Convenient rahatdır. Conventional isə, yəni o da əslində o eyni mənanı götürür ki, yəni rahatlaşdırılmış avtomatik maşınlara keçir. Və üçüncü, deciding how to compensate professional drivers who become redundant. Redundant nə deməkdir? Redundant daha doğrusu. Oyda eşitmişdim. Çox qabağıma çıxmamaya bilmirəm. Baronsunda var. Baronsunda 6-cı Baronsunu işləmisinizsə, orada 6-cı topikdə var. Rudimentary sözüdür. Bu sözdən yaranmışdı. Yəni ibtidaidir, ya başı çıxmır da. Hələ ki ilkdir. Naşı deyirik biz, naşı. Azərbaycancası nə deyirlər ona? Hələ ki təcrübəsiz. Xam. Aha, xam, yes. Qərar verirlər ki, necə onları professional eləyə bilərlər. Ha? Setting up the infrastructure to make roads suitable for automated vehicles. Deməli, yolların infrastrukturundan gedir söhbət, uyğunlaşdırılmalıdır. Bu bizim üçün bir çətinlikdirmi? Görəsən, yolların uyğunlaşdırılması maşınlara görə, infrastruktur, yəni təmir olunması. And getting automated vehicles to adapt various different driving conditions. Adapt nə deməkdir? Uyğunlaşmaq. Yes. Bizə lazımdır ki, bu maşınlar müxtəlif conditionlarda uyğunlaşır. Şəraitlərə. Ola bilər ki, yağışlı şərait olsun, qarlı şərait olsun, küləkli olsun. Condition dedikdə daha çox bu şəraitlər nəzərdə tutulurlar. Yes, condition sözünə görə daha çox bunu axtarmalıyıq. Okay, indi ümumiləşdiririk. Biz nəyə fikir verəcəyik? Biz fikir verəcəyik vaxtdan harda danışdılar, üstünlükdən harda danışdılar, uyğun maşının, hər səyahət üçün uyğun maşın seçilməsinin fürsətləri. Hansısa bir təxmin olmalıdır ki, nə vaxt biz bu problemlərin üstəsindən gələcəyik və maşının hansısa bir effekti olmaması haqqında harda danışılır. Bizə bunlar lazımdır. Avtomatik ağlımıza saxlayırıq ki, harda varsa qeyd edirik onları. Sonra bunları dedik, elə birinci bundan başlayacaq və bunları da indi qeyd elədik. Gəlin buradan başlayaq. Transport Research Laboratory. Bunu axtarırıq. Baxaq hardadır. Tapdıqmı? İndi bu hissəni ümumiyyətlə 7 dəqiqəyə yazmalıyıq. Aha, tapdıqmı Transport Research Laboratory? Bizə nə lazım idi? Maşın qəzalar niyə baş verir? Road collision. Baxın, collision nə deməkdir? Bilmirəm. Çöküşlər. Çöküşlər, qəzalar, çöküşlər, collision. Yolda baş verir, silsilə qəzalar falan. Ona bu collision deyirik. Artıq Human error ola bilər. Yes, Yoxsa elə iştirak. No. Collision sözü veribdə onsuz burada motor accidents. Involve iştirak eləyir, human error yaz. İnsan səhv ucbatından olur. Bu sözü gərək yazaq ki, qəza sözünü. Biz aha, o artıq onu
hardasa gördükdə artıq ikinci dəfə başa düşək. Bir də ki, mən indi bilmirəm, bəlkə sizin kompüterdə olmur. O həmin yeri caps lock deyirəm, kontrolunda, yəni şey deyirəm. Kopyalayıb yapışdıram ki, ora tez olsun. Kontrol tıklasam olacaq. Hə, bir də üstündən də basanda kopyala sözü yazılır. Mən də bilmirəm sizdə yazılır. Bir dəqiqə. O məncə kompüterdə olmur. Yəni məndə olmayıb, bilmirəm. Copy bududan. Hə, öyle uzun iş var bu. Yox, bu. Mənə şəxsən əlim onu öyrəşib daha tez olur. Yox, məndə olmur. İndi bir dənə Ctrl V-yə basın. Ctrl C, Ctrl V. Ctrl C yapış. Ctrl C. Ctrl V, Ctrl V. Yox, olmadı. Hı. Amma Aha. yəni o məncə hər bir kompüterə aid. Çünki biz onu KT-də də keçmişdik ki, Ctrl C ilə Hə, kopyalayırsan, onlar Ctrl heç V-yə yapışdırırsan. onlardan sərbəst işləyən deyiləm mən. Bəlkə o stolüstü kompüterə aiddir. Məndəki MacBook-da fərqlənir bu. Çox şey məsələn Hə, yoxdur mənim ona görə deyirəm kompüterimdə. ki, MacBook-da yəni bəlkə də yoxdur. O. Mən Ha, də elə edirəm. aha. İndi Çünki gəlin bəzən baxaq. sözlər olur ki, yazılışında bir hərfi səhv yazıram, o dəqiqə səhv çıxır da, ona görə tez oradan keçirdirəm. Amma məncə orada var kopyalamaq. Olar İmtahandır. inşallah. Çünki o ya MacBook deyil ki orada adi kompüter də orada olacaq. Çünki bütün kompüterlərdə o sistem var da. Yes. İndi gəlin baxaq nəyə ümumiyyətlə burada bu paraqrafı oxuyaq. Yuxarıdakıları qeyd eləməliyik axı biz. Baxın buranı uyğun bir cavab axtarmalıyıq. Nədən danışırlar? There are many reasons why technology is advanced so fast. İlk cümlədən başa düşdük. Deməli şeydir, bu advantage olandır. Yes. Bir Hmm. ilk cümlədən başa düşdük. Onsuz burada demişdik də, burada nəsə üstünlük sözü var idi. Bu harda, bunun cavabı haradırsa o ora qeyd olunacaq. Aha, indi gəlin baxaq. Hardakı planlar qurulub. Another aim is to free the time people spend driving for other purposes. Productive, simple automation systems. Vehicle. Aha, bizə lazımdır ki, in addition to the direct benefits of automation, it may bring other advantages. Hansı ki bu cümlədir də. Another aims to free the time people spend driving for other purpose. Ondan. Faydasıdır. Amma deyir ki, bizə lazımdır ki, çox işə yarayan bir plan qruplar, xüsusilə də harda? Towns and Şəhər. cities. Şəhərlərdə resulting in fewer cars on the road. Nəticədə daha az maşın olur yolda. Hardadır bu baxaq? Another aim hissəsində olardı yəqin ki, çünki o birisi məqsədə, o birisi faydası mənasında. For var burada. Responsibility, bir məsuliyyətləri var. Burada nə var? Safe ola bilər əslində orada Safe cavabı. control. Yes. Çünki more workable-dan productive uyğunlaşdırmaq olar görəsən. Yes, productive verb. Yes. Onlar bir-birlərini əvəz edə bilirlər. Safe control. Aha. İndi keçirik bu hissəyə, transportation research hissəsində. Bunu axtarırıq. Hardadır bu? Bura. Budur da yox. Yox, ondan aşağıdadır. D'dədir, amma ikinci. Yes, burada. Bizdən istəyir ki, 43% nədəsə düşmə halı yaşanıb. Nədə olub indi bilmirik. Yəni 43% baxın buradır. Reduce Olmuş. vehicle ownership. Yes. Drop Elə in mən də onu gördüm yes, orada. vehicle Rahat yazıb, yanında yazıb. ownership. Bəziləri belə olur deyəsən. Fill in the gaps-lar asan da olur. Çox çətin olmur. Yəni düzdür, mətndən də asılıdır, amma yəni o qədər dəhşət çətin olmur. Üçüncü partda düşənlər biraz çətin olur. Üçüncünü, aha, yes. Aha, İkisində 43%. bu altında variant yazılır. Filmdə gaps olur, amma altında variant. Onun adı başqaydı. Yadımdan çıxdı. Hə, tam dəxlis. Elə Sözlər bir-birinə uyğunlaşdırılır. sinonimi kimi. Hansı tapşırığı deyirsiniz? Boşluqda variantlı sözlər verir. Yəni ki, matching edirik də sözləri yerinə. Aha. Bilmədim. Yes, bildim aşağıda olanlar. Onlar biraz Hə. qarışıq olurlar, çətin olurlar. Üçüncü mətndə elə Çünki yes. yəni
Heç demək olar o sinonimlərlə əlaqəsi olmur da həmin sözün. Həqiqətən çox çətin gəlir o mənə. Kontekstə görə dəyişir. Hmm. Onlar. Aha, biz burada vehicle ownership yazdıq, amma yuxarıda ownership falan varmı? The could be vehicle Bəlkə əvəzinə də car verilib də biz vehicle yaza bilmərik axı uje. Məncə də mən əslində elə olmuşum Ha, fikirləşmişdim. just ownership, yes. İndi artıma baxaq. Nədə yearly sözü var burada? Baxaq, yearly varmı ya da annual? Annual var elə. Var. var, bəli. Yəni Hmm. mileage olardı, onda double as a result. İki dəfə Mhm. artıb. Mileage da onun üstünlüyü mənasındadır. Mileage. Aha. Consequence each will use more intensively. Yes, bu kadar. Ama bu save controlda biraz qaldım. Gəlin bir dənə yuxarıya baxaq. Burada məsuliyyətli də deyir. Bizdə burada sxem var. Nəyə görədir bu sxem? Nə edirsiniz? Baxın bu hissə. Save control. Bu Mhm. hissədə sxemlər nəyə görə, planlar nəyə görə qurulub? Yox, ümumiyyətlə nəyin planıdır o? Ə, Bəlkə orada yox. Travel autonomy falan. Çünki şəhər Mobile sözü tapmalıyıq. var. Burada mən şəhər sözünü görmədim, şübhəli yanaşdım. Şəhərlər sözü hanı? Burada mən görmədim axı responsible for safe control. Bəlkə bu hissədədir. Aha, at present average car spends more. Burada faiz də var özdə. Faiz varsa nə demişdim? Yuxarıda bir dənə faizə aid bir Estimated olan var. De 17. estimated gələcəklə bağlıdır. Hə. Will take-dir. Burada axı spends eləyir. Nə qədər deməli C-dir orada 14-də. 14-də yes. Amount of time. Amma burada bizə şəhərlər sözü varmı baxaq? Çünki burada görürsüz towns and cities yazılır. Mən bunu götürsəm əgər save control, mən burada towns görmədim axı. Automation means that investors of car sharing initiatives. Initiatives planlar deməkdir ya. Bunun sinonimi götürürük. Anda for sözü car sharing. Cavab car sharing imiş. Car sharing. Baxın, ardında bu söz var. Urban areas. Bunu görməsəz Aa, uyğun olmalıdır. Səhvlər niyə çıxır? Çünki biz tam uyğunlaşdıra bilmirik. Gərək ki, eyni şey olsun. Urban əvəzinə məsələn burada town city yaz. Biz şu avtomatik bilirik də urban nə deməkdir. Şəhərləri nəzərdə tutur da. Əvəzləyib sadəcə ondan. Burada isə heç bir şəhərə aid bir şey yoxdur ya. Mən burada bunu götürə bilmərəm. Düzdür, tərcümə baxımından düz görünür. Save control yazanda ilk dəfədən düz görünür. İşə yarayır da save control. Amma urban yoxdur axı orada. Bizə lazımdır ki, nəticəsi nə olur? Result yəni fewer cars on the road. Amma yollarda daha az maşın olur. Baxın burada fewer vehicles sözü var. Daha da azalır. hı, hı. Aha. Biz C-ni dedik ki, buna aiddir. B-ni dedik. D-ni də oxuduq da biz. D nəyə aiddir? Gəlin baxaq. Nə haqqında danışır? Tez bir dənə sürətlə oxumalıyıq. 17-yə. 7. Estimate. No, estimate deyil. Bu şey gedə bilər. Ya 18 ya 16. Nəyə görə? Burada reference var. Burada suggest sözü var əslində. Suggestion, yes. Hı, Onlar sinonim götürülür. onda ola bilər. Yox. D-nin ikinci abzasında institute'un yanında suggest sözü var. Hı -hı. O da ya reference əslində suggest-dən sinonimdir. 16-ya da gedə bilər. Prosta appropriate sözünü tapmaq lazım. Effektindən danış. Effektin olmasını Baxın, demirik. bizə lazımdır ki, 18-də deyir ki, təklif olunur ki, bunların effekti yoxdur manufakturada. Hə.
Such as that təklifdir ki, the use of driverless cars bunların istifadəsi bəlkə də nəsə bir o qədər də manufakturada yəni faydası yoxdur da bir effekti yoxdur bunların. Bu bir təklifdir. Fikir irəli sürüblər. Kim təyir? Baxaq, məsələn, buna baxsaq, sadəcə automated vehicles might reduce vehicle ownership. Əslində ola bilər də bilirsiniz niyə? Deyir bu institut təklif eləyir ki, bu avtomatik işləyən maşınların sahiblərinin 43% azalma müşahidə olunub. Deməli manufakturaya ziyan verib də bu. Həm də burada yazılıb ki, might need replacing sooner. Yəni tezliklə bu əvəz oluna bilər. Bu da mənə şey gəldi ki, yəni effekti yoxdur deyə əvəz olunmaq Yes. istəyirsək. Ha, düşünün. Onda bu olacaq 18-də. Aha. Məsələn, estimate hissəsinə gəldikdə mən düşünürəm ki, axırıncı ola bilər. Çünki həmişə axırda olur, amma yenə də baxaq. It's clear that we are Deyə yazıb making. next 10 years. Yes, həmişə elə olur da. Yəni həmişə deyim 90% elə olur. Çünki will take to overcome üstəsindən gəlməlidirlər müəyyən problemlərin. Baxın, conquer with the next conquer yəni üstə həll eləyəcəklər də mənasında. Conquer nə deməkdir? Zəbt eləməkdir. Amma burada yəni həll eləyəcəklər. Bu tip kontekstlərdə biz həll eləyəcək mənasını götürürük onu. O da öhdəsindən gəlmək, üstəsindən gəlmək kimi gedir, həll eləyirsən. Yes. Bu da Hansısa olar bir problemin üstəsindən, hə. Bir dənə Şey. qaldı 16. Hansı ki appropriate vehicle for each trip. Deməli biz nəyə baxmalıyıq? For each trip sözü bizim üçün bir keywords'dur. Harda qeyd olunub baxaq. Each trip. Aha. Burada qeyd olunmayıb ki, bir variantı 2-dən seçə bilərik. Ona görə biz C-ni atırıq, B-ni atırıq, istifadə elədik axı. D-ni də atırıq, G-ni də atırıq. E-yə baxaq. Hər bir səyahət bizim üçün uyğun maşın olmalıdır. Gördünüzmü A-da nəsə? Mən görmədim. Keçək onda D-ni də elədik. İ-yə. Single vehicle. Evet. Baxın. Particular journey də var. Yes. Drivers will have the freedom to select one that best suits their needs for a particular journey. Yes. Bu da oldu. İyi. Bunu Elvira xanım siz demişsiniz, yazmaqda çətinlik çəkirsiniz. Bəli. Gördünüzmü necə rahat şəkildə yazdıq? Paralel şəkildə həm bunu bitirdik, həm də bunu. Uje avtomatik mətndə məlumatımız olduqda nədən danışırlar? Ona görə bunları yazmaqda çətin olmayacaq. 2 dənə hansı faydası var? Hansını dedim? Onun üçün də oxumadığımız hissələrə gedəcək. Bunun cavabı yəqin oxumadığımız hissələrdə olacaq. Oxumadığımız hissələr haraydı bizim? Elə F-də amma mənfilərdən danışır. O bəlkə də 25-26 olar. Challenge'sı olar. Aha, Çünki ola bilər. difficult yazılıb, həm də difficult var. Onda F-də deyil, bizə müsbəti lazımdır. Benefits. Yuxarıda bax, aslında hansısa variantda benefits oxuyurduq. Hə. Buradır. Yes. Faydaları nədir? Tez sürətlə desə faydaları nədir bunun? Məsəl üçün, əm, qazaların sayını azaldır. Yes. Qazaların sayını azaldır. Bir dənə faydası. Ondan sonra insanlar deyir, Free time. free time people spend driving for other purpose. İnsanlar başqa məqsədlə sürmək əvəzinə, axı artıq şofer özləri Bir olub. şeylər edirlər də maşında yəni. Aha. Biri deyildi. Biri D-dir. Yes. Biri də ki Socialize. Altı ola bilər. not D yox, C-dir. Deyil, hə. C, yes. Aha. Bir də ki olmalıdır. Enjoy. Hə, yox. Aha, baxın burada da var. Deyir ki, əgər ki kiminsə Disable var. yes disable sözü var. Mən sizə demişdim, physical Bu disable. variant. Yes, physical difficult-ın əvəzinə xəstəlik adı da yaza bilər, əlillik də qoya bilər. Tərcümə də deyir ki, if the vehicle can do the driving, those who are challenged by existing mobility models, such as older or disabled travelers, may be able to enjoy significantly greater travel autonomy. Okay. İndi keçək mənfisinə. Hansı çətinlikləri, mənfi deyil də çətinlikləri olacaq?
Dedik ki F işləməmişik deyə daha çox F-dən gəlib düşə bilər. Aha, hurdles to overcome in delivering automated vehicles to our roads. Aha, technical difficulties ola bilər. Hı. Texniki çətinliklərimiz ola bilər. Edge of traffic, weather. A. Vəzə məsələn hansını Temperature. D condition. elə B variantındaydı siz. Bu da Y variantı, yes. Aha, bir də No artıq longer is. avtomatik yadımızda saxlamalı ki, condition gördük. Burada ola bilər hava şəraitinə Hı. aid bir söz. İşlədici artıq adınızda qalacaq. Ondan sonra to regular to challenge understanding how reliability and performance might change. Şərt deyil hamısını başa düşəsiz. Əsas sizə lazım olan hissəni başa düşün. Required for communities to trust. Tələb olunur communitydən güvənməyi, accept automated vehicles as being as valuable part of the mobility landscape. Havayı. A. Hansı? A A. variantı yəni. Yes, A. Güvənmə, trust, burada confidence yazılıb. Hı hı. İkisini də bitirdikmi? Mən üçüncünü istəyirəm ki, növbəti dərs deyim sizə. Çünki ikisini tam başa 26 dənə bizim sualımız bir növ türklər demiş cepdə olsun. 26-sını tam düz yazın. Sonra üçüncü mətnin də tiyolarını keçdikdən sonra üçün birlikdə, yəni 30 35 plus falan yaza biləcəksiniz. İnşallah. İndi ən yaxşı yol bilirsiniz də, nəyisə izah eləyərək öyrənməkdir. Hı hı. İndi siz mənə izah eləyə bilərsinizmi? Hərəniz bir tapşırıq ki, necə yazdıq? Elə birincidən. Birinci gəlin başlayaq. Nərmin xanım, birinci necə yazdıq? Hı hı. Düşünün siz IELTS müəllimisiz. İnşallah siz də IELTS müəllimi olacaqsınız da indi gələcəkdə. İnşallah. Ha. İzah eləyə bilərsinizmi? Tutaq ki, mən də tələbəyəm, Elvira xanım da tələbədir. Bunu nətər yazdıq? Əvvəlcə suala baxanda birinci orada nə istədiyini baxmaq lazımdır. One word, yəni bir söz istəyir Aha. bizdən, onu bilmək lazımdır. Daha sonradakı sözləri, əsas sözləri oradan highlight elədik. Məsələn, birinci cümlədə bizdən nə istəyirdi? Formanı istəyirdi. Aha. Avtomatik başlayırıq forma olan, məsələn, square ola bilər dedi. Sonra rectangle idi, nə idi? Elə bir Evet, forma ola bilər. Buradakı oval yes, oval. forma olduğunu, yəni orada baxanda yarpaqların formasını bildirir də. Yəni imенно shape olmasa da formanın özünü baxanda bilmək olur. Yəni, Aha. cümləni oxuyanda bilmək olur ki, o formadır da. Necə Yes. izah edeyim? Yo, yo, yaxşı izah eləyirsiniz. Hı Sözü -hı. artıq shape sözünü görən kimi forma axtaracaq. Başqa bir şey axtarmayacaq. Bizim üçün artıq Bəli. istiqamət oldu. Aha. İkincisini deyim indi. Aha, ikincisi. Burada da yenə cümləni oxuyuruq. Əsas orada bizdən nə istədiyini bilmək lazımdır. Ə, Burada meyvəni istəyirdi bizdən. Hı. Meyvənin prosta ripe nə idi? Ripe bitmiş, yetişmiş. Hə, Yetişmək. yetişmiş meyvənin nə ilə əhatə olunduğunu, Hı. surround sözünə fikir vermək lazımdır orada. Ya surround fikir Çox veririk. vaxtdakı boşluqdan sonra istifadə olunan feili və yaxud da ki isimdirsə isimə baxmaq lazımdır ki, məsələn, onu uyğunlaşdırmaq lazımdır da. Məsələn, mən burada surround-u görəndən sonra deyirəm ki, hə, deməli bizdən isim tələb eləyir. İsim də aid olur fruta. Frutun Yes. Nə onun hansı yetişmiş bir hissəsi meyvəyə. var? Aha. Hansı hissəsi? Bəli. Hansı ki o hissədə nə olur? Breaks open. Sınır Hı, açılır. Orada bəli. splits into two halves along a ridge running. O hissə bizə уже avtomatik göstərir. Deməli nə? Hansı hissə onu örtübmüş üzərini husk. Bəli. Hı. Sonra Daha üçüncü. sonra da burada belə deyim, nəyin istifadə olunduğunu spice nutmeg üçün, daha doğrusu onun produce olması üçün nədən əsas istifadə olunurdu? Seed, toxum muydu? Seed nə idi? Yes, yes, Hı toxum. hı. Onu da ona görə tapdıq ki, Bəli. burada surrounded sözü var, əhatə eləyib də onu. Hı hı. Amma bu surrounded bu airline idi. Bizə bu lazım nə idi? İçərisində nə var idi? Inside is a purple brown shiny seed. İçərisində toxum var idi ki, hansı ki ardında da qeyd edir ki, onu yaradır, istehsal eləyir. Aha, Bəli. sonra dördüncü. Burada da bir dənə baxım, burada nə yazmışdı? Arrow-la altına xətt çəkmişik, amma Aha. Arrow-un özünü tapmaq üçün deməli cümlədə Arrow olan cümləyə baxmaq lazımdır. Amma ki, deyəsən bunu tapanda səhv eləmişdim deyə fikrim yayın deyə. Yox, bunun cavabını siz dediniz. Errol sözü dedik ki, Errol istifadə olunub nəyin produsunda, nə üçün istifadə olunurdu?
mace yaratmaq üçün istifadə olunurdu Errol'dan. Hansı ki Errol'da dediyi Hı tərcüməsi hı. nədir? Tərcüməsi bilməsək də Errol'un üzərində yazıbdı orada covering noun as the. Yəni onun üzərini örtən bir şeydir. Adı Cold and Errol. Görürsüz adı da Errol adlanır. Azərbaycanca bunun tərcüməsi yoxdur. O üz qabığıdır da indi onun. Ha, Bizdə o ha, iki bildim, yadıma olmadığına düşdü. görə bilmirik. Yes. Biz sadəcə orada produced, produce sözünə görə deyirik ki, nə istehsal olunub Errol vasitəsilə? Mace Mayonnaise-lə two spices nutmeg. nutmegdir. Yes. Biz də birini Two spice yazmalıyıq. nutmegin daha doğrusu mənbələri, Aha. bunlar onun mənbələridir və mace-dir. Yes. Cümlədə bizdən bir dənə söz istədiyi üçün də mace daha uyğun olur. Yes. Nutmeg-i yaza Qaldı. bilmərik. Çünki Bəli. nutmeg-dən danışırıq da onsuz da. Bu qədər. Hı hı. Aha. Ə, siz gələn dəfə bizim 3-cü günə mən videonu indi kayd eləyirəm, YouTube-a atacağam. İnşallah ki Hı kayd hı. olunar. Aha, siz ona baxdıqdan sonra yenidən özünüz bir dəfə işləməyə çalışın. Sonra bunun ikinci hissəsi var ha, ikinci test. Ev tapşırığı kimi 5-ci günü onu götürürük. Mhm. Part 1, Yəni, part 2 yoxsa 3-də yazırıq? yo, part 1, part 2, 3 hələ baxmırıq. Axı 3-ün işləmək olmaz. 15'in test ikisinin Yes. part 1, part Aha. Elvira xanım, indi siz izah edə bilərsiniz 5, 6, 7-ci sualları. Necə biz true Okay. false yazdıq? Nə idi səbəb? Aha, ümumiyyətlə highlight edəndə əsasən böyük hərflə yazılan sözlərə, yer adları, zaman bunlara baxırıq. Aha. Ona görə biz middle age-i rahat tapdıq ki, B-də idi səhv eləmirəmsə. Most Europeans know. Deyir ki, most Europeanlar, yəni çox Avropalılar bilir ki, nutmeg grown becərilir. Harda becərilir? Voya var çünki. Lakin Aha. biz bunu bilmirik. Çünki orada yazılmışdı ki not exact location. Səhv etmirəmsə belə idi. Yes, yes. Never Never revealed. revealed. Revealed Yes. sözü bildik deyə mənasını avtomatik Bəli. bildik. Öyrətmək. Ha. Aha. Bir-də isə vok tapırıq. O da ondan sonrakı yox, o bir sonrakı abzasdaydı. Yes. Və bir də ki, əgər bizdə cümlədə üstünlük dərəcəsi varsa, o 99% hallarda not given olur, amma hər zaman deyil. Amma biz də burada baxdıq ki, richest yazılıb, lakin bu birinci demək deyil də. Məsələn, second olsaydı false yazardıq, amma richest isə yenə də bu düzgün deyil deyə not given yazırıq. Aha. Sonra miyedə Daç Hollandlar idi. Hollandlar deyir ki, bütün adaları ələ alırlar. Biz orada ol axtarırdıq. Hı. Orada da bir dənə söz var idi. Monopoly idi deyəsən söz. Yes, Maybe. monopoly. Yes, monopoly bu. Mhm. Monopoly sözü də elə yəni hakimiyyəti ələ almaq deməkdir, Aha. üstələmək deməkdir. Ona görə də bu variantımız da düzgün. Onu oyundan bilirdim yəni. Bir dənə belə bir Monopoly. oyun. Bəli. Aha. Yes. 8-i bəs nəyə belə yazdıq Elvira xanım? 8-i. 8-də deyir ki, Ha? kim tərəfindən, by, ya nəsə əşya tərəfindən ola bilər və ya insan tərəfindən ola bilər. Onu Ha. axtarırıq. O da ki, ərəblər tərəfindən idi, yazılmışdı. These persons, importers var idi orada, importers. Importers, yes. Hə. Bəli. Yes, Quruluşa daşıyıcılar. gətirmək demək. Ha, bəs Bəli. 9-u niyə belə yazdıq? 9-da known as necə tanınır, yəni hansı adı var. Disease sözünü axtarırıq. Disease'in də sinonimi ola bilər ill sözü, illness Illness. sözü. Ha, amma burada özləri daha dizizi yazıblar. Elə disease yazıblar, bəli. Aha. Biz də onun plague olduğunu hardan bilirik? Dying of the plague. Yəni plague-dən ölüblər, vəbadan ölüblər. Ona görə burada plague yazdıq. Bəs 10-cunu necə elədik Nərmin xanım? Lime sözünü hardan tapdıq? Əvvəlcə birinci orada baxır 17-ci əsr istəyir. Yəni 1600-dən sonrakı illərə baxmaq lazımdır. Yəni Aha. əsr olmasa da, daha sonra orada restrict sözünə baxmaq lazımdır ki, ondan sonrakı cümlələrə fokuslanaq. Aha. Restrict yəni limited Aha, limit. production-a görəndən sonra, məsələn, orada bir dənə hansı cümlə idi baxım. Baxın bu hissələrdə. Daha Punish. aşağılarda. Bəli, orada restrict sözünü elə punish sözü ilə də məncə yəni əgər icazə yoxdursa punish cəza da verilir də. Cəza Elə verdik. məntiqli. Yes. Bəli. Aha. Götürə bilərik. Əlavə olaraq da deyir ki, Burada- lime-la örtülüb Aha. etmək. Amma onların heç bir şansı yoxdur. Yəni Buna onlara baxın. icazə yoxdur. Burada da deyir ki, avoid bir də belə zəhmət olmasa sağ eləyərdiz. Oxuya bilmirəm cümləni. Hə. Nutmeg to avoid it being cultivated outside the islands. Bu elə icazə yoxdur, onun restricted mənasına da gəlirdi.
Ona görə Hələ putu düşünürəm şeylə ki, də coverla əvəz elədik deyəsən. Aha, nəyi? Putu coverla əvəz yes, elədik. bütün Putu was covered. coverla əvəz elədik, hə. Bütün örtmüşlər ki, lime-la, hansı ki da Bəli. lime örtülübsə üstü, bunu gedib başqa yerdə becərmək olmaz. Mhm. Yes. Biz dedik ki, was covered sözünə görə biz avtomatik onu götürdük. Aha, bəs 11-i nəyə elə yazdıq? Final sözünü 17-ci əsrin sonunu düşünərək Aha, baxmaq lazımdır. O da hardasa təxmini 1600 nə bilim, 60-dan sonra, 67-də 50-dən sonra da sonra. yarısı, ikinci yarısı deyim də. Aha, ya da ikinci yarısı. Burada da deməli işarə olunub ki, əgər Britaniyalılar onları Ran Island-a versə, Aha, artıq avtomatik island yəni of o da opt-in əldə eləsələr əgər Britaniyalılar bu Ran Island-ı, yəni eyni mənadır versə, onların verməyi və yaxud da Britaniyalıların əldə eləməyi. Ona aha, görə də Run of Island. Orada yes, cavab Island'ın adını istəyirdi. yes. 70-ci ildə bəs bu hissədə nəyə baxdıq biz? Əsas. Bu hissədə bir dənə baxım. Secretly taken to. Gizli formada götürülüb. Aha, bizim üçün hansı söz idi o? 70-ci ildə Smuggled. 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 Smuggled nə idi? Tərcüməsini yazdım bayaq. Unutdum. Qaçaqçılıq yolu ilə nəyisə Hə, qaçaqçılıq, alma, bəli. O aparma. da elə secretly Mən sözünə. göndərdiyim PDF-də var o söz deyəsən təqvimdə. Hə, hələ tam baxmamışam deyə. Heç demək olar ki, Əsas düşən öyrənmədim. sözləri yazmışam. Onsuz mən oradakı siz onları bilsəz o sözləri, uje qarşınıza hansı nə çıxsa, avtomatik tərcümə edə biləcəksiniz. Seçib yazmışam o sözləri. Aha, Bəli, orada smuggle sözünü secretly taken kimi də əvəz eləyir bir-birini. aha. Burada da ki yenə deyirəm, baxım da Moorish, taken to. Moorish. Cavab orada Mautorius idi. Yes, Moorish sözü, yes, Moorish. Nəyə görə burada ad yazdıq? Onu unutdum. Çünki taken to götürülüb, aparılıb hara? Baxın, Ha. name Pierre Power successfully smuggled. Bu adam Pierre Power uğurlu şəkildə qaçaqçılıq yolu ilə nətbək plantları hara aparıb? In Mauritius'a. Oradaydı Başa da yəni düşdüm. o. Meruş'da. Daha doğrusu Meruş. Şına tələffüz olunur. Aha. Hansı ki bu da Afrikanın sahillərində olan bir adaydı. Və 78-ci ildə də dedi ki, nə tərəfindən bu məhv olunub? Tsunami, elə onu da bayaq mən demişdim. Aha. Tsunamiyə səbəb olur. Bizimki Yəni, ikinci nə idi bəli. burada? Məhv olması. Volcanic eruption cümlədəkini deyirsiniz, yoxsa Aha, cümlədə işarəçi? Quran deyirəm. Quran. Birinci 78-ci ili görürük o heç. Aha. Burada da deyir ki, volcanic eruption Aha. səbəb olur tsunamiyə. Bir dənə bu birisini oxuyum görüm. Və Nutmeg burada flavour. wiped out Yox, sözü də var. yo, Məhv yo, bu deyil. Volcanic eruption deyil. Hə, wiped out. Bəli, bəli. Wiped out destroy sözünün sinonimi idi. Ona əsasən tapdım. Aha, onu da qeyd edirik özümüzdəki gələn dərs çıxsa qarşımıza artıq bilək ki, Yazılı wipe out sözdür. məhv olmaqdır. Yes. Smuggled qaçaqçılıq yolu ilə nə isə götürmək oldu. Reveal aşkara çıxarmaq, wiped out məhv eləmək. 3 dənə yeni sözümüz oldu. Bir də ki plague sözünü, yəni bilməsək də olar, amma bilsək də yaxşıdır da. Xəstəlik, vəba. Regional sözündə mən şəxsən bilmirdim. Aha. Təzmin. O da ki, yəni xam mənasında. Hə. Nasıl? Redundant sözü var idi, redundant. Hə. Redundant yazılmış. İndi gəlin bura baxaq. Elvira xanım, bunu izah edə bilərsiniz? Çətinlik çəkirdiniz. İndi siz düşünün müəllimsiz, izah edirsiniz ki, nətər yazmaq lazımdır bunu. Aha. Aha, deməli burada da yenə də highlight etməliyik və bunu paralel şəkildə işləsək daha yaxşı olar. Digər tapşırıqlarla birlikdə. Onda biz biləcəyik ki, təxmini hansı abzasda nə ilə danışılır. Məsələn, 14-də amount of time, time varsa deməli vaxt ola bilər, rəqəm ola bilər. Yəni bunu əsasən Faiz də ola axtarmalıyıq. bilər hətta. Faiz də ola bilər. Bəli. 15-də advantage sözünün sinonimlərini fikirləşməliyik ki, yəni nəyin advantage-sə, yəni burada benefits ola bilər, positive. Sonra deməli həm də orada istəyirdi ki, yəni driveless-in sürücüsüz olan maşınların üstünlüyü nədir də? 16-da opportunity, bir də most appropriate. Hə, hər each trip sözünü axtarırdıq biz orada. Orada da elə var idi. Sonra 17-də estimate varsa adətən bu ən axırıncı abzaslardan birində olur ki, yəni təxmini nə qədər vaxtda bu problemi həll eləmək, overcome problemi həll eləmək var. Aha. 18-də isə have no effects. Suggestion ilk öncə yəni hər hansısa bir fikir verir bizə.
Aha. Və deyir ki, yəni effekti yoxdur da bu, yəni manufaktura üçün bunun heç bir effekti yoxdur. Bunu da yəni oxuduqca tapa bilərik, amma ki hamısını yəni düzgün keywordlər tapsaq və onların sinonimlərini bilsək, yəni, tapa bilərik variantlar. Məsələn, burada da artıq başa düşdük ki, nəyə Hə. əsasən eləyirik. Aha. Bəs bunları necə eləyirik Nərmin xanım? Bu tip çalışmalar məsələn Bu necə tip eləyək ki, tapşırıqları ikisini də düz yazaq? Necə eləyək ki, ikisini də düz yazaq? Biri düz, biri səhv. Bu tip tapşırıqları əsasən true, false, not given Əla. qaydasına, yəni tapşırığına uyğunlaşdırmaq lazımdır. Çox vaxt yəni multiple choice-da onu məsələn səhv olursa o çıxdaş olunur. Həmçinin not given ə, olsa o da çıxılır. Əsasən true olan cavablar, yəni düzgün. Əsasən deyəndə true olan cavablar seçilir, Aha. işarələnir. Bir də ki, yenə baxım da nə benefits. Burada yenə həmçinin highlight eləmək lazımdır əsas sözləri, bizdən nə istədiyini bilmək üçün. Hı. Belə başqa burada nə şey var, Yox, triklər. elə bunlardır, yes. True, false, not given kimi işləyirik. Bəli. Ümumiyyətlə o haqqda məlumat yoxdursa, məsələn bayaq gördünüz, first yazıb amma orada riches yazılıb. Uyğunsuz şeydir də bu. Bunu Hı not hı. given götürürük. True, məsələn first yazıb belə, məsələn first sözü olsa, biz bunu true götürəcəyik və yaxud da onun sinoniminə əvəzlənsə. Amma first yazıb second, first yazılı variantda mətndə seconddirsə, bu olur false. Bu yolla Hı. həm bu tip çalışmaları listeningdə də belə eləyin. Listeningdə də multiple choice questionları true, false, not given kimi götürürük. Elə etdikdə düz olur. 26 dənə sualdır. İndi bax 26-da düzmü oldu? Aha, 26-da düz oldu. Bəli. 26 sualına biz 6 bal alırıq. Biz indi burada möhkəmləndikdən sonra siz ikincini yazarsınız evə. Onu da işlədikdən sonra üçüncüyə keçəcək. Üçüncünü də yazmağı öyrənəndən sonra 40-dan inşallah ki elə 40 yazmağı bacaracaqsınız. İnşallah. İnşallah. Evdə indi mən baxım bir dəqiqə. Record olunurdu da mən. Hı, olur, həll də olunur. Aha. The recording